Həmçinin bir məsələ var burada ki, bu məsələ haqqında da insanlar çoxsu qafildilər. Allah Subhanahu taala Qurani Kərimdə buyuranda ki: "Və mə xalaqtul cinnə vəl insə illə liya'budun." Mən insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratmışam. "Mə uridu minhum min rizqin və mə uridu an yut'imun. İnnallaha huvar-razzaqu zul-quvvatil matin." Allah Subhanahu taala buyurur ki: "Mən insanı və cini yalnız mənə ibadət etmək üçün yaratmışam. Mən onlardan ruzu da istəmirəm və yaxud da məni yedizdirməklərini də istəmirəm. Əksinə Allahdır Rəzzaq, yəni ruzu verən." Ona görə də insanlar əmr olunanı tərk eləyirlər, vəd olunanı isə həyatlarının əsas hədəfinə çevirirlər. Əmr olunan ibadətdir, lakin Allah tərəfindən insanlara vəd olunan isə ruzudur. Ruzu Allah tərəfindən vəd olunur və hər kəs öz ruzusunu ölənə qədər alacaq. Hətta baxırsan ki, ölən insan belə yatağında pambığa su vurulur, onun dodaqlarına vurulur. Niyə görə? Çünki onun son ruzusudur. Ruzu qurtarmayınca əcəl də qurtarmayacaq. Onlar bir-birinə bağlı olan məsələlərdir. Ona görə insanın halı çox qəribədir. Çünki baxanda, necə ki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, 3 şey insanla qəbrə gedər, onlardan ikisi onu qəbirdə tərk edib qaydar, biri isə onunla qəbrə girər. Onlar insanın malı, ailəsi və onun əməlləridir. Və ruzu ilə ailə onu qəbirə qədər müşahidə eləyəcək və sonra geri qayıdacaq, əməlləri isə onu qəbirə qədər, qəbrin içində də onunla bərabər olacaq ta qiyamətə qədər. Ona görə də insan gərək bu məsələlərdə diqqətli olsun.